Atası uşağı oyundan ayırdı deyə uşaq atanı öldürdü. Gəlin baxaq, bəs oyun asılılığı nədir? Oyun asılılığı o deməkdir ki, uşaq artıq oyuna nəzarət edə bilmir. Məsələ çox oynamaq deyil, oyunu dayandıra bilməməkdir. Bəs bu zaman insanın beynində nə baş verir? Oyun zamanı beyin həss siqnalı alır. Qalib gəlmək, xal toplamaq, mərhələni keçmək uşağın beynində güclü mükafat hissi yaradır. Bu çox təkrarlandıqda uşaq daha çox oynamaq istəyir, real həyat ona darıxdırıcı gəlir. Oyunu dayandıranda isə aqressivlik, gərginlik, həyəcan ortaya çıxa bilər. Xüsusilə uşaqlarda özünü tənzimləmə və impuls nəzarəti tam formalaşmadığı üçün reaksiya daha sərt ola bilər. Amma burada çox vacib məqamda ondan ibarətdir ki, təkcə oyun uşağı zorakı etmir. Ağır davranış üçün adətən əlavə problemlər də olur. Məsələn, emosional zəiflik, ailədə zorakılıq, sərhədsiz tərbiyə, ailə daxili gərginlik və s. bunlara misal ola bilər. Əsas məsələ isə qadağa yox, düzgün limit və sağlam münasibətdir.